Salam, axşamınız xeyir əziz dostlar. Bugün mən sizə iqlim qurşaqları haqqında 15 sualdan ibarət olan sınaq izləyəcəm. Başlayaq birinci sualımıza. Sual belədir. Aşağıda verilən xəritədə A məntəqəsindən B məntəqəsinə doğru hərəkət edən bir səyyah aşağıdakı hansı iqlim qurşaqlarından keçməz? Yəni, hansı iqlim qurşağından keçməz deyə o sualın cavabını axtarmalıyıq. Bu iqlim qurşağı, məsələn, bu xətt boyunca biz düşünsək, görürük burada. Demək, B məntəqəsi Afrikanın şərqindədir. Biz bilirik ki, əsasən mərkəzi ərazilər ekvator xətti boyuncadır və həmin ərazilərdə ekvatorial iqlim qurşağı yayılır bu hissədə. Sadəcə olaraq burada B məntəqəsində ekvator mövcud deyil, yəni ekvatorial iqlim qurşağı mövcud deyil. Bunun səbəbi nədir? Bunun səbəbi ondan ibarətdir ki, ekvatorial iqlim qurşağı Afrikanın əsasən tam şərqinə qədər zolaq əmələ gətirmir. Yəni, o Kongo çökəkliyini əsasən əhatə edir, Qvneya körfəzi sahillərini. O səbəbdən şərqə doğru tam zolaq əmələ gətirmədiyi üçün B məntəqəsində ekvatorial iqlim qurşağı mövcud olmayacaq. Bu hissənə, yəni Afrikanın demək, ekvator boyu ətrafı əraziləri şimaldan, cənubdan və şərq tərəfdən subekvatorial iqlim qurşağı əhatə edir. A'dan B'ye doğru irəliləsək, təbii ki, biz həm orada tropik iqlim qurşağını görmüş olacağıq, doğrudur. Həm subtropik iqlim qurşağını görəcəyik, həm mülayim iqlim qurşağını görəcəyik. Yəni, bu iqlim qurşaqları daxilində görməyəcəyimiz iqlim qurşağı hansı olacaq? Ekvatorial iqlim qurşağı olmuş olacaq ki, bizim cavabımız C variantıdır. Keçək növbəti suala. Növbəti sualımız Avrasiya materikində mülayim qurşağın iqlim tiplərinin uyğun gələn əraziləri müəyyənləşdirməliyik. Görək hansı iqlim qurşaqlarına hansı iqlim tipləri uyğun gəlir. Mülayim dəniz Avropanın qərb hissəsində, bir də Avrasiyanın şərqində Kamçatka yarımadasındadır. Ona görə mülayim dənizi baxanda biz Qərbi Avropaya baxmış olacaq, yəni 1-ə 4 uyğun olacaq. Mülayim kontinental, mülayim dənizdən şərqə doğru Şərqi Avropa düzənliyinə sənəd edir. O səbəbdən mülayim kontinental iqlimini demək, Şərqi Avropaya qeyd edəcəyik. Çünki qərb hissədə isti cəryan keçir deyə dəniz iqlim tipidir, rütubətlidir. Okeandan uzaqlaşdıqca Avropanın şərqinə doğru getdikcə, məsələn 7-ci sualda göstərirəm, şərqə doğru getdikcə yağıntıların miqdarı azalır, kontinentallıq artır. Ona görə mülayim kontinentaldır. Amma Sibir bölgəsi artıq kəskin kontinental olur. Bu səbəbdən kəskin kontinentalı Sibirə verəcəyik, yəni 3-ə 2 uyğun olacaq. Və nəhayət Musson Avrasiyanın şərq hissəsindədir, hansı ki, Sakit Okeanından gələn Musson küləkləri Avrasiyanın şərq hissəsinə, cənub şərqinə və cənubuna, yəni Hindistan yarımadasına, Hindçin yarımadasına və Avrasiyanın şərq hissəsinə bol miqdarda yağıntı verir. Bu səbəbdən Musson iqlimini, yəni 4-ü uyğunlaşdıracağıq biz hara? Şərqi Asiyaya. Yəni bizim cavabımız nə olacaq? 1-ə uyğun olacaq 4. 1-ə 4 uyğun olanda 2-yə uyğun olacaq 3. 1-ə 4, 2-yə 3. 3-ə 2 uyğun olacaq. Və 4-ə də 1 uyğun olacaq. O da bizim D variantımızda öz əksini tapıb. Keçək növbəti sualımıza. Sual belədir. Aralıq dənizi subtropik iqlim tipinin yayıldığı ərazi. Aralıq dənizi iqlim tipi adətən 40 dərəcə şimal və cənub enliklərə yaxın materiklərin qərb hissəsinə daha çox uyğun gəlir. Bizdən soruşur ki, Aralıq dənizi subtropik iqlim tipinin yayıldığı ərazi haradır? Baxırıq ki, materiklərin qərbində 40 dərəcə şimal və cənub enliklərinə yaxın ərazi məhz 5-ci məntəqədir. Avstraliyanın cənub-qərb hissəsi. Bilirsiniz ki, Aralıq dənizi təkcə Aralıq dənizi sahillərində deyil. Yəni, bu iqlim tipi bir xüsusiyyəti daşıyır ki, yay ayları isti və quraq, qış ayları yağıntılı mülayim keçir. O səbəbdən bu iqlim tipi digər ərazilərdə də rast gəliləndə ona da Aralıq dənizi iqlim tipi deyirik. Baxmayaraq ki, Aralıq dənizi sahilində olmaya da bilər ərazi. Demək belə, əsasən materiklərin qərb sahil boyuna 40 dərəcə şimal və cənub enliklərə nəzər salırıq bu iqlim tipini müəyyənləşdirən zaman. Keçirik 4-cü suala. Quruda daha böyük ərazini hansı iqlim qurşaqları tutur? Quruda daha böyük ərazini təbii ki, baxırıq hansı iqlim qurşaqları? Məsələn, tropikdir, Afrikanın şimal və cənubunu, Avstraliyanın mərkəzi hissəsini əhatə edir. Avrasiyada Ərəbistanı, sonra subtropikdir, məsələn, Avrasiyada tam zolaq əmələ gətirir qərbdən şərqə doğru. Mülayimdir, həm Şimali Amerika, həm Avrasiyada böyük əraziləri əhatə edir. Yəni, bu tip iqlim qurşaqlarına baxacağıq.
Ekvatorial azdır. Ekvator boyu yayılsa da tam zolaq əmələ gətirmir deyə kiçik sahə tutur. Bu səbəbdən ekvator çıxırıq. Subekvatorial tropik, arktik demək Şimal Buzlu Okean sahilinə düşür daha çox. Ona görə su səthini tutur. Bu səbəbdən bu da doğru deyil. Demək bizim cavabımız elə C variantıdır. Tropik, subtropik və mülayim. Çünki arktik yenə verilib. Burada yanlış ifadə. Burada ekvatorial verilib yanlış ifadədir. O səbəbdən bizim cavabımız elə hansı variant olmuş olacaq? C variantı olmuş olur ki, demək C variantında gördüyünüz kimi tropik, subtropik və mülayim xəritədən də baxa bilərik ki, quruda daha geniş ərazini əhatə edir. İqlim xəritəsini açıb vərəqləsəz daha yaxşı olar. Sonra 5-ci sual deyir ki, reqressiya mərhələsinə baş verə biləcək dəyişikliklərin ardıcıllığını, demək, reqressiya mərhələsində baş verə biləcək dəyişikliklərin ardıcıllığında verilə bilməz. Yəni, ona aid əlamət deyil. Bilirsiniz ki, reqressiya mərhələsi quru mərhələsidir ki, bu zaman suyun səthinin sahəsi azalır, qurunun səthinin sahəsi çoxalır, quru səthinin sahəsi çoxalır. Demək, bu zaman təbii ki, yağıntıların miqdarı azalacaq, təbiətdə soyuqlaşma baş verəcək. Çünki suyun istilik tutumu qabiliyyəti çox idi deyə su mərhələsində hava mülayim isti idi. Amma quru mərhələsində torpağın istilik tutumu azdır və tez soyuma qabiliyyəti var deyə əsasən havanın orta temperaturu aşağı düşür. Bu nəticə etibarilə buzlaşma soyuq mərhələ başlayır. Görək buna aid olmayan ifadə hansıdır? Deyir, qurunun sahəsinin artması doğrudur. Əks olunan radiasiyanın azalması. Su olsaydı, su istilik tutumunu çox udduğuna görə az əks etdirir. Cəmi 5-15% əks etdirir, 85-95% udur. Amma quru mərhələsində əksinə, əks olunan radiasiyanın kəmiyyəti çox olur. Ona görə 2 burada verilə bilməz. B variantı yanlışdır. Digərləri soyuğa dözümlü orqanizmlər inkişaf edir, doğrudur. Çünki soyuq mərhələ başlayır. Səth örtüyü soymaya başlayır, doğrudur. Buzlaşma başlayır, bu da doğrudur. Buzlaşma olanda su donur. Su donanda onun tərkibində olan duzlar və demək qum hissəcikləri aşağı çökür, yəni ondan ayrılmış olur, çöküntülər meydana gəlir. Şirin su, duzlu su məsələsinin donmasında müəyyən qədər fərqlər də var. Yəni, burada B variantı yanlış ifadədir. Nəhayətində keçək 6-cı sualımıza. 6-cı sualımız belədir. Bir iqlim qurşağı daxilində fərqli iqlim tiplərinin yaranmasını təsir edir. Nə yəni təsir edir ki, məhz bir iqlim qurşağı daxilində fərqli iqlim tipləri yaranır. Təbii ki, burada nələr təsir edə bilər? Məsələn, mülayimə baxaq. Qərb hissəsi dəniz, mərkəzə doğru mülayim kontinental, sonra kəskin kontinental, şərqdə isə mussonla əvəz olunur. Burada yəni küləklərin gətirdiyi yağıntı, sonra dağların əsasən relyefin, yəni belə deyək, təsiri və s. ola bilər. Demək, dağların meridianlı istiqamətdə yerləşməsi, yeraltı sular, təbii ki, yeraltı sular yanlışdır burada. Sonra qurunun şərqdən qərbə doğru böyük məsafədə uzanması doğrudur. Çünki o şərqdən qərbə doğru uzanırsa, deməli, mərkəzi hissəsi qərb və şərq sahilində yerləşən okeanlardan uzaq düşür, Avrasiya kimi. Sonra böyük məsafədə uzanması qeyd edilir. Relyef, dağlar və ya düzənliklərin ərazidə yerləşmə xüsusiyyəti, bir də sahildən keçən cəryanlar. Bəzən soyuq cəryan keçəndə ərazidə quraq iqlim yaranır, isti cəryan keçəndə rütubətli, çünki isti cəryandan xeyli miqdarda su buxarlanır. Ona görə bizim cavabımız hansı olacaq? B variantı olmuş olacaq. Keçək növbəti suala. Növbəti sualımız 7-ci sualdır. 7-ci sual belədir. Xəritə sistemində yağıntının müvafiq olaraq yayda, qışda və il boyu düşdüyü məntəqələri seçin. Demək, ekvatorial ərazidə il boyudur. Demək, bizə birinci nə lazımdır? Müvafiq olaraq yayda olan, demək, musson rejiminə malik olan Cənub-Şərqi Asiyadır, yaydadır. Qışda olan bizim regiondur, yəni Aralıq dənizi subtropik iqlim, bu qış olacaq. Bir də il boyu ekvatorial ərazidir. Ekvatorial ərazi il boyu olacaq bu bölgə. Demək, il boyuna da bu uyğun gəlir. İl boyunu qeyd edək. Belə, onda bizim cavabımız olacaq 3, 1 və 2. Çünki birinci olaraq yayda, sonra qışda soruşur. 3, 1, 2 də, demək 3, 1, 2 oldu bizim cavabımızda hansı D variantında yerləşmiş oldu. Sonra keçək növbəti 8-ci sual. Demək, dekabr, yanvar, fevral aylarının yağıntısız keçməsinin səbəbi, dekabr, yanvar, fevral aylarının yağıntısız keçdiyi yəqin ki, ərazilər soruşur. Şəkil yəqin ki, sualın bir hissəsini tutubdur. Ona görə belə olub. Dekabr, yanvar, fevral ayları. Yəni, bizdə qış olanda şimalda hansı ərazilər quraq keçir və yaxud cənubda.
Dekabr, yanvar, fevral ayları quraq keçən ərazilərdən biri 5-dir. Niyə? Çünki Aralıq dənizi subtropikdə, Aralıq dənizdə qışda yağış yağar. Amma Cənub yarımkürəsində qış ayları iyun, iyul, avqust aylarıdır. Deməli, burada yay ayları olacaq dekabr, yanvar, fevral və yay aylarında Aralıq dənizi subtropik iqliminə yağıntı düşmür. Digəri isə 4-cü məntəqədir. Nə üçün? Çünki bu musson rejimidir. Musson rejimində Hindistanda yayda yağış yağar. Çünki yay ayları okeandan quruya doğru musson küləkləri bol miqdarda yağıntı gətirir. Amma qışda dekabr, yanvar, fevral ayları şimalda qışdır deyə quraqlıq keçir. Yəni cavabımız olacaq bizim 4 ilə 5. O da bizim D variantında öz əksini tapıb keçək növbəti 9-cu suala. 9-cu sualımız belədir. Uyğunluq gözlənilmişdir. İqlim, əhalinin təsərrüfat fəaliyyəti. Subarktik iqlim, maralçılıq, xəzləri, heyvandarlıq. Bu doğrudur. Elə cavab A variantında gözlənilib. Təbii ki, soyuq iqlim şəraitində insanlar heyvandarlıqla məşğul olurlar. Maralçılıq soyuğa dözümlüdür. Xəzləri, heyvandarlıq da. Subarktik də arktik iqlimə yaxındır. Mülayimlə arktikin arasında yerləşir. Yay ayları qismən hava istiləşir. Qış ayları soyuq olur. İki mövsüm müşahidə olunur əsasən. Yayda mülayim hava kütlələri hakimdir. Qışda isə arktik hava kütlələri, yəni A variantı uyğundur. Digərlərində yəqin ki, uyğunluq pozulubdur. Məsələn, Y variantında ekvatorial üzümçülük, tərəvəzçilik bu subtropikdə olur. Bizim enlikdə tropikdə dəmiyə suvarmadır. Dəmiyə suvarma tətbiq olunmadan olan əkinçilikdir. Subtropikdə əkinçilik və heyvandarlıq zəif inkişaf edib. Bu yanlışdır. Bizim regionlarda subtropikdə əkinçilik, heyvandarlıq yaxşı inkişaf edib. Mülayim iqlim qurşağında çəltik əsasən rütubətli subekvatorial iqlim qurşağında daha çox inkişaf etdirilir. Yəni və Cud Cənubi Asiya, Hindistandır, çaydır, çəltikdir. Bu regionlarda da onlar subekvatoriala düşür. Mülayimdə, yəni Avropada və ya Kanada kimi ölkələrdə, mülayimə düşən ölkələrdə düyü bitmir, yəni çəltik bitmir, çay bitmir. Belə deyək ki, soyuq ölkələrdə çay bitmir də, belə deyək. Cud da həmçinin. Cud da lifli bitkidir, pambıq kimi isti ölkələrdə inkişaf edən bir bitkidir. Sonra Avrasiyanın uzqar şimal və cənub nöqtələri müvafiq olaraq hansı iqlim qurşağında yerləşir? Avrasiyanın uzqar şimal nöqtəsi Rusiyada yerləşir. Rusiyanın şimal hissəsində 78 dərəcə şimalda arktik iqlim qurşağına düşür. Taymır yarımadasında. Digəri isə demək pi burnudur. Şimaldakı Celius qinidir onu deyim. Cənubdakı da pi aydır. Ekvatorial ərazidə yerləşir. 1 dərəcə şimalda. Demək, Malaziya ərazisində. Cavabımız olacaq hansı variant? Y variantı. Keçək növbəti suala. Növbəti sualımız 11-ci sual. Qışda tropik, yayda ekvatorial. Deməli, tropiklə ekvatorialın arasında olan bir ərazidir. Bu da subekvatorial iqlimdir. Subekvatorial iqlimə də uyğun gələn ərazilər elə ərazilər ki, yayda ekvatorial hakim olanda yay yağıntılı, qış quraq keçir. Çayları yayda bol su olur. Bu doğrudur təbii ki. Bir doğrudur. Demək, yayda ekvatorial hakim olduğu üçün ekvatorial bol yağıntı gətirir. Qışın orta temperaturu 50 dərəcədən aşağı olur. 50 selsidən aşağı olur. Bu doğru fikirdir. Düzdür, tropik hakim olsa da bu qədər yüksək temperatur müşahidə olunmur. Cənub və Cənub-Şərqi Asiyanı əhatə edir. Bu Cənub-Şərqi Asiyanı əhatə edir. Bu da doğru fikirdir. Qışda tropik, yayda ekvatorial hakim. Rütubətlənmə əmsalı 0-dan bunda üstü. Burada rütubət azdır. Keçdik bunu. Kserofit bitkilər, quraqlığa dözümlü bitkilər. Bu da yanlışdır. 1-3'tü cavab. Amma burada qışın orta temperaturu 50 selsidən aşağı olur. Təbii ki, bu doğrudur. Qışın orta temperaturu 50 selsidən aşağı olacaq. Müsbət 50 selsidən aşağı olur. Qışda düzdür, tropik hakim olsa da orta temperaturu 50 dərəcədən yuxarı olmur. Sadəcə burada 1-2 cavab yoxdur. 1-2 yoxdur. 2-3 var. Burada nəsə biraz yanlışlıq olub yəqin ki. Bir də təkrar yox. Çayları yayda bol sulu olur. Düzdür. Qışda tropik, yayda ekvatorial. Bu subekvatorialdır. Yayda ekvatorial gələndə yəni yağıntı düşür. Çayları bol sulu olur. Düzdür bu. Qışın orta temperaturu 50 selsidən aşağı olur. Bu da doğrudur. 50 dərəcədən aşağı olacaq. Ola bilər ki, bəlkə 5 dərəcə göstərilib. Ola bilər. 50 selsi ifadəsi düzgün deyil. Ümumiyyətlə, orta temperatur 50 dərəcədən yuxarı olan bir ərazi yoxdur. Hansı ayın orta temperaturu 50 dərəcədən yuxarı olsun. Aşağı olur. Bu doğru fikirdir. Xas olan xüsusiyyətləri soruşur. Cənub və Cənub-Şərqi Asiyanı əhatə edir. Bu da doğru fikirdir. Subekvatorial Cənub-Şərqi Asiyada yayılır. Neyse burada yəni B variantında da uyğunsuzluq yoxdur.
Keçək növbəti hissəyə, 12-ci suala. 12-ci sualda iqlim diaqramı hansı körfəzin sahili üçün səciyyəvidir? İqlim diaqramına baxsaq görərik ki, iyul ayında temperatur aşağı düşüb. Digər aylarda yanvar, fevralda yuxarı qalxıb. Bu cənub yarımkürəsindədir. Və yağıntının miqdarı demək 1250-dir və yayda yağış yağıb. Deməli, iyun-iyul ayları burada qışlı cənub yarımkürəsində olduğu üçün. Bu Avstraliya ərazisində şimalında subekvatorialda yerləşir. Karpentariya körfəzi. Niyə? Çünki subekvatorialda yayda yağış yağır. Yəni yanvar, dekabr, fevral ayları. Və yağıntı subekvatorialda olduğu kimi çoxdur. 1000 millimetrdən çoxdur. 1250 göstərilib. Ona görə digər körfəzlər Avstraliyanın aşağı tərəfindədir. Şimali subekvatorialda yerləşir. Elə Karpentariya körfəzi uyğun gəlir. Bir də 13-cü sualda mətndə hansı iqlim xüsusiyyətlərindən bəhs olunub? Fəsillər üzrə yağıntı və temperatur göstəriciləri qeyri-bərabər olub. Şimal-şərq küləyi hakimdir. Yay aylarının yağıntılı və mülayim keçməsinə baxmayaraq qış ayları yağıntı və temperaturu minimuma çatır. Bu subarktikdir. Nə üçün? Çünki mülayimlə qütbün arasındadır. Həm də şimal-şərq küləyi şimal qütbündən, yəni arktikdən mülayimə doğru əsir. O səbəbdən ortada qalan budur. Yayda mülayimin təsirinə məruz qalır, hava mülayim olur. Qışda da arktikin təsirinə məruz qalır, hava sərt olur. Elə bu subarktik iqlim uşağına, keçid iqlim uşağına uyğun gəlir. 14-cü sual, iqlim əmələ gətirən əsas amilləri müəyyən edin. İqlim əmələ gətirən amillər əsasən 3 amildir. Coğrafi enlikdir, səth örtüyünün xarakteristikası, bir də demək atmosfer dövranıdır. Ona görə cavabımız elə 1, 2, 3-dür. A variantı kitabda da aydın şəkildə qeyd olunub. Oradan da baxmaq olar. 15-ci sual gördüyünüz kimi yağıntılar il boyu bərabər paylanıb. Temperatur da əsasən 20 Selsidən yuxarıdır. Bu ekvatorial iqlim diaqramıdır. Yağıntıların və temperaturun il boyu bərabər paylanması. Bu da ekvator boyu yerləşən şəhərdədir. Ekvator boyu əsasən uyğun gələn şəhərdə bizim Singapur şəhərimizdir. Ki, Singapur demək ekvatorial iqlim qurşağında yerləşir. Bu səbəbdən bu diaqramda Singapura aiddir. Belə. Bundan da bu sınaq yekunlaşmış oldu. Təbii ki, bu sınaqlar həm kömək məqsədi ilədir, həm mövzuları belə deyil, yaxşı mənimsənilməsi məqsədi ilə yazılıb. Yəni, quizlər belə deyək ki, özümüzü sınaya bilərik. Bunun onlayn versiyası var. Mən sınaq qrupu yaradıb paylaşıram bunları. Həmin sınaqları girib özünüz də işləyə bilərsiniz. Nəticəsini avtomatik olaraq görəsiniz və eyni zamanda izahını da baxa bilərsiniz. Sağ olun dostlar. Növbəti dərslərdə, növbəti izahlarda görüşərik.